11 var. 10 var. Tabii. 11 var, 10 var. Ben. Ark. Arktangens İşte 3'də 1-lə bilmiyorum. arktangens 2'də 1'in cəmini. Kömək eləmək istəyən varsa kömək eləsin. Ha, Ark- arctangens cəmi arctangens vurulsun sürətdə A plus B, məxrəcdə də 1 minus AB. Arktangens 2'də 1'in cəmini tapmaq istəyirik. Hə, Səidə deyir ki, nə idi Səidə? Arktangens Arctangens sürətdə A plus B, məxrəcdə də 1 minus AB. A üstə gəl arktangens B bərabər nə idi? Arktangens Bəli. A A plus plus B B bölünsün 1 minus AB. 1 minus AB. Elə bu nəyə xatırladır mənə? Tangens alfa üstə gəl tangens beta. Müəllim mən deyəcəkdim. Hmm. Bəli, mən onunla getmişəm. Hə, Cavabı 1 tangens almışam. alfa Deyirəm plus ki, beta P5 asılışıdır da bu. Bənzəyir Hı də hı. ona. Yadda saxlaya bilərsiniz. Onda bu olacaq arktangens 3'də 1 üstə gəl 2'də 1 böl 1 minus 6, 3'te 1 vur, 2'de 1 yani 6'da 6'da 1. 1. Bu da olacaq arktangens 6'da 5 bölünsün 6'da 5. O da 6'da 1 5 6'da 5'e eləyir. bölündə 1 Ha, o eləyir da də. 1. O Yəni da pi 45 bölü dərəcədə. 4'te. O da pi böl 4. Bəs bu Hı hı. düstursuz necə yazmaq olardı? Düsturu bilməsəydik. Hər tərəfin tangensləyirdik. Bəli, Yəni bəli, bəli. Hər Hı, tərəfi aksangen. tangensləyirdik. Onu da deyim sizə, onu da deyim. Birdən düsturu yaddan çıxar da insanıq. mən tangensləyib getmişəm. Ya bu düsturla yazırsan, ya da yazırsan ki, səndən bunu soruşur da arktangens 3'də 1 ilə arktangens 2'də 1'in cəmi. Buna bir x yazırsan, hər tərəfi də tangensləyirsən. Tangens x bərabərdir. Tangens mötərizədə bunların cəmi. Birinciyə alfa kimi baxsan, ikinciyə beta kimi baxsan, tangens alfa plus beta'nın asılışını yazırsan, axırda tangens arktangenslər, onlar sənə 3'də 1, 2'də 1 onları verdiyinə görə birbaşa elə başa düşürsünüz nə Çünki danışıram. tangenslə arktangenslər Bəli. gedir. 3də 1 Cəmini qalır, 2də yaptım. 1 qalır. 3'də 1, arktangens 2'də 1. Bunu da atılışını bilirik də. Surətdə Bəli. tangens alfa, arktangens 2'də 3'də 1. Aydın. Aydın da yoxsa yox? Aydın da, aydın. Aydındır. Hə. Axırda alasan ki, tangens x bərabərdir 1-ə. Deməli x bərabərdir pi böl 4-dür. Sənə x lazım idi axı. Bəli, müəllim. Ben. Əla. Növbəti sual. Müəllim 7-nin onunla da zəhmət olmasa baxaq da. 7 7 10. Bəli. Test 7-nin. test 7'də 10 dediniz. Bəli. Hə, sekans nəyin tərsi idi? Yoldaşlar, uşaqlar deyirəm. Yoldaşlar. 1 bölü kosinüs Kosinüsü. alfa. Hə, sekans 1 bölünsün kosinusu idi. Bəs kosekans nə idi? Kosinüs alfa. Böyle Kosekans da Kosinüs. sinusun tərsi idi. Aha. Ha, Sinusun sinüs. tər. Bəs nəsə onlara keçmiyor. Onlar orta məktəb proqramıdır. Bilmirəm, miqə düşəcək yoxsa yox. Müəllim, bəs kosekans kosinüs alfa kimi deyə bilmərik onda ona. Nətər? Yox. Ne? Sinüs. Axım tərsidir. Tərsidir, Kosinus tərsi. Sekans Tərs kosinüsün başqa şeydir tersi. axı. Kosinus 5x üstə gəl. Sekans üstü 5-dir. Sekans yaxşı yazaq. Sekans üstü 5 4x. Funksiyasının əsas dövrünü bərabərdir. Bərabərdir. 4 tangens 2x bölünsün kosinüs 5x. 4 tangens 2x böl kosinüs 5x. Üstə gəl sekansında yerinə 1 böl kosinüs yazsam üstündə də 5 var. Olacaq 1 bölünsün kosinüs üstü 5. Bucaq da 4x-dir. Bu bucaq. Hə, kömək eləmək istəyən varsa eləsin. Mənim yenə ayrı-ayrı yazaq da. Keçən dəfə də sadələşdirmişdik. Dedik tanəyə sadələşdirik. Ayrı-ayrı dövrlərini tapaq. Ayrı-ayrı dövrlərini tapaq. Buyurun. Necə tapacağıq ayrı Məsələn, dövrün? tangens 2x-i tapaq. Pi bölü 2. Tangens 2x'in dövrü. Tangens 2x'in dövrü t bərabərdir. Hər zaman pi-ni bölürdük də x-in əmsalının moduluna. Tangenslə Bəli. kotangens də belə idi. Y bərabərdir. Bunun dövrü budur. Sonra Kosinüs 5x Kosinüs tapaq. 5 için dövrü. O da kosinüsün 2 pi qüvvəti bölü tək olanda 5'ti. 2 pi-ni bölürdük də. Bəli, müəllim. 2 pi 2 böl pi bölü 5. 5. Sonra Sekansda cüt dərəcədən də pi bölü 4. cütdür.
Cütdə pi bölü 4. Cüt Sekans Mübadiləsiz 4x deyil. Sekans 6. pi Elmas bölü sekans 8 üstü mənə. 6'dır. Mən 5 görürəm. Ha, Bəs mən 5 yazmışam axı bura. Üstü 6'dır. ona görə qaldım ki, 6'dır. 5 Mən də ki, özümdən şübhələndim ki, mən niyə şey... Mən onu 5 görürəm buradan. O pi bölü 4  6'dır. Hə, olur. 6 yazdıq. 6'dır. Onda onun periodun ən kiçik dövrünü tapanda nəyi bölürsən? 4. Pi-ni Pi bölürsən də. ha, Pi ha. bölü Sonra 4. da Endi bunların 6'dır. əkobunu tapırıq. Sonra da bunların əkobunu tapırıq. Bu da Bəli, o 2 da pidir. eləyir. Bəli, 40 pi bölü 20 eləyir. 20-də bir çölə çıxartsam, o da 2 pi. Əkob. Neçə pi aldın? Hı Denə -hı. mən də yazım. 2 40 pi. pi. Bəli, 20-də 1 vurulsun 40 pi. 20'də Yəni 40 1 pi vurulsun bölünsün 40 20. pi. 40 pi bölü 20 də yəni. Bəli, müəllim. O da Bu da eləyir 2 2 də. pi. Hə, tamam. Növbəti sual. Mən 13-ə bir dənə zəhmət olmasa baxa bilərsən. 13'ə. Ha, buna keçən dəfə baxdıq deyəsən. şəkil düşməyəndə o. Hə, buna baxmışıq. Tangens alfanı soruşur. Yuxarıda şəkil, hə. Hə, Ha, yadıma düşdü. Buna baxmışıq, hə. Baxmışıq da bir də baxaq. Kömək eləyin görək. bir bax. Baxmışıq lap əla. Yox, burada tangents alfanı soruşursa, birinci A bucağın A təpəsindən baxaq. Onu tangents Bura alfa elə plus bil beta beta demək. yazdım Ora bir 5 də. idi. Bəli. Tangens beta'dan dedim ki tangens beta nəyə nisbət edir? 1-in 4-ə İkisini nisbəti. gördüm. Birin Sonra dördü. da Amma beta. tangens alfa plus beta'nı tapıram. Tangens O alfa da plus beta bilirəm əslində nədir. Tangens alfa üstə gəl tangens beta bölünsün. 1 minus tangens alfa tangens betadır. Amma qarşıdakı katetin bitişik katete nisbəti. Hə. Yəni 3-ün 4-ə ikisini nisbəti. gördüm. Orada da tangens Hı. beta var. Tangens beta'nın yerinə qoyub tangens alfanı tapacağam. Hə, bildim mən. Bəli. Aydındır? Bəli. Bəli. Növbəti sual. Bu 16-cı sualdadır mənim sualım. Əslində cavabı çıxarda bilməmişəm. Bəs elə yazan başda heç misala baxmıyor. 16. Kosinüs x bərabərdir mənfi 5'də 3. X isə bu aralıqdadırsa sinüs x bölü 2, kosinüs x bölü 2, tangens x bölü 2'nin qiymətlərini müvafiq sıra ilə yazın. Sinüs x bölü 2'nin Cavab mən deyil tapmışam. Amma cavab Sinüs, deyil çıxdı. sinüs x kosinüs bölü 2 çoçaqda 1 minus kosinüs x Tamam. bölü 2'dir. sinüs x bölü 2 neymiş? Çoçaqda 1 minus kosinüs x bölünsün 2. 1 minus kosinüs kvadratı da yəni. Hələ kökün altına salın. Belədir. Burada Yox, plus minus da var da yəqin ki. Plus minus Mən qabağında. Kökün qarşısında. Düsturları əzbərləməyə ehtiyac yoxdur. Heç belə çox düstur əzbərləməyin. İkinci Burada rövdə sinüs müsbətdir, kosinüslə tangens də mənfidir də. bucaq hansı aralıqdadır? X hara daxildir? X daxildir. Cavabda deyil baxdı. Cavab deyil çıxdı. Mən ona görə dayandım. 180 ilə 270 arası 3-cü rübdə elə. Aha. Hə, o üçüncü rövdür. 3-cü rübdür. Çox deməli başa düşürəm ki, burada kosinüs x əvəzinə yaza bilərəm ki, kosinüs 2 vurulsun x bölü 2. 2 qat bucağa gətirirəm. Kosinüs 2 qat bucaq. Mən bir sizlə qalmışam. Bir dənə öz fikrimi deyim. Deyin, siz də deyin. Elə bil ki, bu tangents x bölünsün 2 nə deməkdir? Sinüs alfa bölünsün 1 plus kosinüs alfa demək deyil. Hı. Var da əlimdə kosinüs, yəni x var da mənim əlimdə. Hı. Kosinüs x-ə görə mən sinüs x-i üçbucaq qaydasında tapa bilirəm də onsuz da. Hə. Oradan Bu üçbucaq sinüs qaydasından x olsa da o düsturdan tapıb yerinə qoymaq Elə olur də da. yazmaq olar. Hə, üçbucaq qaydası ilə, üçbucaq qaydası ən rahatdır. Çox sağ ol bunu yadımıza saldığına görə. Deməli, Yox, mənim türdə belə bir qarşılıq yazmısınız. Hə? Yarım arqument üstürü ilə çıxırdı da. Sinüs x qoy bölü üç bucaqla da deyim. Üç bucaq daha qəşəngdir, xoşuma gəldi. Bura 3-dür, bura 5-dir, bura 4-dür. Bunun sinus x-ini də tapa bilərəm ki, sinus x nəyə bərabərdir? Amma x bölü 2-dir. Yarım arqumentlə getməliyik də bunu. Bəs bunu üç bucağa necə tətbiq eləyəsiniz? Üç bucağı deyən kim idi? mən Tovuz. Hə, Tovuz xanım. Bunu Mən yarım mən- arqumenti necə tətbiq eləyəcəyik bu üç bucağa? Bir dənə mən öz fikrimi deyim. Hə, gözləyirəm. Tangents x bölünsün 2 nə deməkdir? Bir dənə düstur var ya, sinüs x bölünsün 1 üstə gəlsin kosinüs x. Var, bəli. Sinüs x Bəli, 1 var. üstə gəlsin kosinüs x. Var. Mən artıq axı kosinüs x əlimdə var üçbucaq qaydasına görə. Sinus Mən x-də oradan sinus əsas düsturunu tapa bilərəm. tapırsan. Bəli, sonra gətirib yerinə qoyuram. Oradan tangents x bölü 2-ni alıram mənfi 2.
Yaxşı, qoy mən də hesablayım Burada bunu. ikisi 1 də var. çıxaq 5-də 3. Mənfi 2 olur deyirsən. Bəli. Yazdım. Artıq tam x böl 2 mənfi 2-dir. Yenə 3 bucağa gedirəm. Bu səfər x böl 2 kimi götürəcəm bucağı. Oradan həm sinus x böl 2-ni, həm də kosinus x böl 2-ni avtomatik olaraq alıram. Yəni deyirsiniz ki, bu bucaq x bölü 2-dirsə, tangensini Bəli. tapanda qarşıdakı kateti bölürdüm bitişik katete. 2 böl 1. Bəli, bəli. İndi sadəcə olaraq rüb dəyişib deyə mənfidir. Da bu tərəf mənfi ola bilməz. Bəli, Hipotenüz nə bəli. olacaq Orada onda? Kök altda 5. Bəli, İndi müəllim. bu Oradan bucağın sinus x sinusunu tapırsan. Sinus x bölü 2 bərabərdir nə olacaq? 2 bölçəkdə 5. 2 bölünsün kök altda 5. Mənfi müsbət. O Müsbət. cübünə baxın. Neçənci rübdür? Müsbətdir. İkinci rübdə sinus müsbətdir. Əgər x 3-cü rübə düşürsə, bəs x bölü 2 hansı rübə düşür? 2-yə. Birinci, Bəli, ikinci. ikinci rübə düşür. Əgər x 3-cü rübdədirsə, x bölü 2 götür də, məsələn, bu 182 dərəcə götür. 182-ni 2-yə böləndə olur 91 dərəcə, o da gedir düşür ikinci rübə. Deməli, x bölü 2 ikinci rübün bucağıdır. İkinci rübdə Bəli. sinusun işarəsi müsbətdir deyə müsbətlə yazdıq, amma kosinus mənfi iləndir. İkinci rübdə. Hə. O Bəli, olacaq mənfi kökdə 5 böl. mənfi 1 bölünsün kök altda 5. Mənə də bunları O da- müqayisə eləmək deyir də, elədir. İrrasionallıqdan azad eləməliyik. Hə, Yox, eləyək. sayla yazılır elə. Hə, elə. Hə, qiymətlərini istəyir də sadəcə olaraq. 2 kökdə 5 böl 5. Bu da mənfi kök altda 5 böl 5. Hə, hamısı tapıldı. Bir də mənfi Əla. 2. Əla. Birinci sinusu yazırsan bunu. Bu birinci yazılıb. Sonra kosinusun qiymətini yazırsan. Mənfi kök 5 böl 5. Üçüncüdə tangens x böl 2-nin qiyməti də o da mənfi 2-dir. Bəli. Aydındır? Bəli, mən belə Bəli, yazmışam. mən sual mənim idi. Mən rübbü necə qiymətləri tapmışdım. Mənim üstüm biraz bunlardan asan idi. Mən Amma- dediyim yerinə düstuna yazdınız. Hə də 2 yarım arqument üstü. Hə. Yarım arqumentlə də getmək olur. Bəli, yarım arqumentlə də getmək olur. Hə, Sonraki mən sual. burada üçüncü rübb bucağı götürürəm. Ona görə mənfisində hesab Hə, çıxırdı. eyb olmaz. Eyb olmaz. Cavab D bəndə olur deyəsən. Növbət sualınız. Hı. Test 7-də Burada varmı? Yox, Yoxdur. mən deyim. Yoxdur. Test 8-də varmı Yox. sualınız? 3-ə baxa bilərik. 3-ə. 5, 4, 3. ABCD yaxşı. Deməli, ABCD kvadratdır. Hə, bunu izah edə Hə, bilərəm. kvadratdır. Bircə dəqiqə, mən bunu belə olur. Ne getmir ki? Hə, getdi. Deməli, ABCD kvadratdır. BY YS-yə bərabərdir. Gördüm. DY YF perpendikulyardır. Əla. AFY bucağı alfadırsa tangens alfanı tapın. Hə, tangens alfanı tapın. Onu tapma, bura kvadratsa bura x yazsam heç bir tərəf verməyib. Burada x-dir. Yox. Onda kvadratın tərəfi 2x-dir. Yəni bura 2x-dir. Bura aydın məsələdir. Hı -hı. Hə? Köməklik eləyin. Eləmək istəyirsiniz eləyin. Aha. Oxşar Demək, üstücəklərdən istifadə D, etmək olar. Y bucağını bir ikisindən işarə edin. D, Y nə? C. 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 Bura bir Oxşar alfa yazdım. üstücəklər. Hə. Alfa yox, Aha, onda- beta yazdım. Beta. Mən qamma Elə mən yazmışam. X götürmüşəm, fərqi yoxdur. X götürən yazırsın. X tərəf demişəm də, X-ə tərəf demişəm. Hı. Aha. Demək, tangens betanı tapdım oradan. Tangens beta 2-yə bərabərdir. B, Y, F bucağı da bu yuxarı, bura beta 90 çıx beta olacaq. Yox, Hı. elə şey götürək də, qamma götürək də bir şey. Hə, yaxşı, qamma götürdüm. Onda bu B, F, Y də olacaqdı beta. Bura beta olacaq. Bəli, o içində alfanın qonşusu. Hə, beta olacaq. Çünki ikisinin cəmi 90 olmalıdır. İndi yazarıq tangens alfa bərabərdir. Alfa yoxsa beta? Alfa Hə, yaxşı, alfa yazdım. bərabərdir tangens pi minus beta'ya. Tangens pi minus beta. Bəli, 90 sayı cütdürsə ad dəyişmir, elədir? Aha. O da elə Amma elə pi minus mənfi beta tangens. İkinci mənfi rübə. tangens beta olur da, o da elə. Mənfi 2. O da mənfi 2. Ad dəyişmir. İkinci rübə düşdüyünə görə işarəsi mənfi oldu. Aydındır? Yoxsa uşaqlar, yoldaşlar aydındır? Bəli, mən. Bura niyə beta yazdığımı bildik də. Oxşar üçbucaqlardır da bunlar. Bucaqdır da. Hə. Bir də bucaqlar bərabər olur. Hə. 90 çıx beta orada beta olur da.
Növbəti sual. Suallar necə suallar idi ümumiyyətlə sınaqdakı suallar? Yaxşı, Keçən orta, asan. dəfəkindən asan idi. Keçən dəfə çox çətin idi. Keçən dəfəkindən asan idi, hə. Yəni, Mən 8-də yoxdur. 8-də sualınız varsa deyin. yox. Bizdə də Yoxdur? yoxdur. Hə, yaxşı. Yox, hamısını bir-bir işləmişəm. Yaxşı. Nibar var sualın? Mənim 8-də yox. Yoxdur. 9-da bəs? Bəzi suallar elə toplu suallarına da bənzəyirdi. Neçə dənə test var burada cəmi? 17 dənə. 17 dənə. Ay maşallah. Hə, deyin görək burada başqa sualınız. 9-da var mənim. 9-da mənim də 8-dir. Doqquz. Cavabı almışam, amma ki, elə belə almışam da, yəni cavab çıxsın deyib almışam. Elə belə. Bilmədim həll yolunu. Yəni həll yolunu bilmədim. Bir dənə o bilirəm ki, mənfi köhdəki ilə müsbət köhdəkinin arasındadır. Hı -hı. Elə düşünüb götürdüm. O da ki, düz çıxdı. Ona görə sual Yox, qoymuşam. sinus kvadratı da mənfiyə siz deyəcəksiniz. Mənfi 1 müsbət 1-dən getmirsiniz. Yo, biz sizinlə tərcih etmişəm. Bir dənə dəniz sualı görüm deyəcəm. 9-da 8. Mən orada nətər düşündüm? Sinüs kvadratı sıfırdan 1 alır da, belə düşündüm. 0 qoysam, Nədən 2 çıxılsın a bu? kvadratına qoysam 0 olacaq. 1 kimi götürsəm də 2 çıxılsın a kvadrat olacaq. Bura qədər gəldim. Sonra düşündüm ki, bu aralıqda 3-dən qiymət alırsa, əslində belə düşünmüşdüm birinci. Yəqin deyirəm 0, 1, 2 götürülər, yəni bu aralıqda. Sonra bu aralığı onu daxil elədim, axıra çıxamadım, getmədi. Yəni bilmədim nətər yazım. Elə qaldı. Yaxşı. Deməli, fx bərabərdir 2 minus a kvadratı vuraq sinus kvadrat x funksiyasının 3 müxtəlif tam qiyməti var. Hı -hı. 3 müxtəlif Ala tam biləcəyi qiyməti tam varsa, qiymətlərin A sayını parametrin ala biləcəyi tam qiymətlərin sayını tapın. A parametrin ala biləcəyi tam qiymətlərin sayını tapın. Sinus kvadratı x deməli 0,1 parçasından qiymətlər alır. 0,1 parçasında 0,1 Hə. parçasında orada deməli biz orada nə deyə bilərik? Funksiyanın qiymətlər çox oldu. 0, 2 çıx a kvadratına daxildir. 2 çıxar kvadratı. Hı -hı. Hə. Yəni bunun 0,1 parçasından olan qiymətləri 2 minus a kvadratına vuranda orada bizdə 3 dənə tam qiymət alınmalıdır. 3 dənə tam qiymət alınsın. Deməli bu Müxtəlif tam dəyişir. qiymətin olması üçün parçanın uzunluğu 2-yə bərabər ya da ondan bir qədər böyük olmalı deyil. Aha, mən də belə getmişəm. Mən də əsli sayda müəllim deyən kimi də düşünüb elə ona uyğun yazmışam. Parçanın Amma uzunluğu necə bilmirəm olmalı olmadı. deyirsiniz? 3 müxtəlif tam qiymətin olması Hı. üçün parçanın uzunluğu 2-yə bərabər olmalıdır ya da ondan biraz böyük olmalıdır. Hı. Yəni 2-3 intervalına düşməlidir də. 2-yə bərabər eləsək 2 minus a kvadratın, amma modulda da 2 minus a kvadratını modulda təbii 2-yə ki. bərabər elə. Hə. Təbii ki 2-yə bərabərləsəm, onda bir dəfə 2 minus A-nı a 0. kvadrat 2-yə bərabərdirsə a bərabərdir 0 olur. 2 minus a Hə. kvadratı bir dəfə mənfi 2-yə bərabərdirsə, buradan Hə. a kvadrat nəyə Mənfi bərabər? 2-yə bərabərsə, onda da plus minus 2. 4 olur. A buradan bərabərdir plus minus 2 olur. Hə, qiymətlər çoxluğu mənfi 2 0 olar. Bir də mənfi 2, mənfi 1 0. 3 tam qiymətdə, hə. Hı. Mənfi 2 0, mənfi 1 0. İndi burada A parametrinin 0, ala 1, biləcəyi 2. tam qiymətlərin sayı. A parametrinin ala biləcəyi tam qiymətlərin sayı. Bəs onların sayı bunlarla kifayət eləyir, yoxsa başqa halda var? Hə? Başqa halda var görəsən? Şey, 0, 2 minus a kvadratı. Deməli, mənfi 2, mənfi 1 0. Bir də mənfi 2, 0, 1, 2 də olsa 2, 2 ilə 3 arasında da 2 kiçik bərabər 2 minus a kvadrat, o da kiçikdir 3. Yəni 2 daxildir, 3 daxil deyil. 2 daxildir, 3 Orada da a daxildir. kvadratı kiçik bərabərdir 0 alınır. Burada da a bərabərdir 0, 1 qiymət. A bərabər 2, a bərabər mənfi 2. Bax burada əgər
Deməli mən nəyə fikir verirəm? Sinus kvadratı x özü, sinus kvadratı x-in qiymətləri 0,1 parçasındadır. Yəni sinus kvadratının özü 2 dənə tam qiymət alır. 2 dənə tam qiymət. Amma bunun əmsalı nə olmalıdır ki, 3 dənə tam qiymət olsun? Problem budur. Yəni 0,1 parçasını biz nəyə vursaq, onun qiymətlər çoxluğunda 3 dənə tam qiymət olar. Məsələn, tutalım ki, 2, məsəl üçün yazıram, ha, elə belə yoxlamaq üçün yazıram. 2 sinus kvadrat x. 2 sinus kvadrat x-in qiymətlər çoxluğu hara daxildir? 0, 2-yə. Burada tam qiymətlər 0-dır, 1-dir, 2-dir. Bunlar deyil. Bəli. Bir, Hə, 2. 2 mənfi 2 sıfırda. Bəs yaxşı, 2 mənfi 2, 0, Hə, 2 birinci dəfə mənfi 2-yə 2. bərabər elədik. Hə, İkinci dəfə mənfi 2-yə. Üçüncü Hı. dəfə də 2 minus a kvadrat arasındakı tam ədədlərdə 0, 1, 2 Hı. olmalıdır da. Bunun üçün də hə. 2 kiçik bərabərdir 2 minus a kvadrat, o da kiçikdir 3. İndi onu O, yoxlamaqla o, yazmaq istəyirəm. Hər tərəfi Hı. 3-ə vursam, bəs bunun hər tərəfini 3-ə vursam, 0, 3 sinus kvadratı x, o da 3. Burada 3-ə vurdum, 3-ə vursam. Burada 4 dənə tam həll olur. 0, 1, 2, 3. Bu olmaz. Mənə 4 dənə tam həll lazım deyil. Düzdür? Mhm. Deməli, bu 2 minus a kvadratı, 2 minus a kvadratının qiyməti 3-dən kiçik olmalıdır. Əmsal 3 var, ondan kiçik olmalı ki, 4 dənə tam həll olmasın. Razısınızmı? Hə, düzdür. Arada hərdən yoxdan deyin. Deməli, Düzdür, düzdür. bir də sinus kvadrat x-i bir də mənfi 2-yə vur. Olacaq mənfi 2 sinus kvadratı x. Mücərrəd eləməyək də, bunu biraz əlçatan eləyək. Bu yerləşəcək 0-la mənfi 2 arasında işarə əksinə dəyişəcək. Burada olacaq qiymətlər 0, mənfi 1, mənfi 2. 3 dənə tam olacaq? Olacaq. Bəs yaxşı, Bəli. bu mənfi 3-ə vursam nə olacaq? Mənfi 3-ə vursam. Burada 4 olacaq. Burada da 4 dənə. Deməli, mənfi 3-dən də böyük olmalıdır. Hə, oldu. Məncə bu qane Müəllim, eləyir bizi. müəllim siz orada sinus kvadratın özünə baxırsınız da, sinusun özünə baxmırsınız, düzdürmü? Sinus Məsələn, kvadratına, orada bəli, sinus hə, kvadratına baxıram. Sinus sinusun kvadratı özünə 0,1. baxsaq, 0, -1, -1 də götürə bilərik də belə baxanda. Yox, sinus kvadratı kök hissə sinus kvadrat x-dir. Sinus kvadrat x 0,1 parçasında qiymət alır. Yəni sinus x əslində 0, -1 də ola bilər də, sinus x-in özü bu aralığa daxil. Yox, onun bu məsələyə aidiyyatı yoxdur. Axı mən sinus kvadrat x-lə işləyirəm. Sinus kvadrat Hə, x-in əmsalı mənə maraqlıdır. Mən a-ya nə verməliyəm ki, sinus kvadrat x-in əmsalı nə olmalıdır ki, 3 dənə tam qiymət olsun? Başa düşdüm ki, mənfi 3-dən böyük olmalıdır, 3-dən də kiçik olmalıdır. Aha, bildim, əmsala baxırsınız. Əmsala Mən baxıram dedim, mən, əmsala. sinusun özünə baxırsınız. Belə əslində burada da görürdüm, qiymətləri tapırdım, amma məncə bu seçimlərlə yoxlamaq daha rahatdır. Aydın oldu, yoxsa yox? Bəli, bəli, bildim. Növbəti sualımız biraz tez deyin. Mən bilirsiniz nə düşündüm? Hə, Siz sinusa 0 verdiniz. nə verdik? 0. Hə. Sinusa 0 versəz, aya istənilən tam ədədi versəz, onsuz da 0 eləyir də. Tam qiymət deyil. O A-nın bir dənə halı üçündür də. A 0 olanda, hə, məsələn. Çünki orada A-da, burada X-dir də. X-ə takdir verdik. Amma 0 məndən X-i dərəcə. soruşmur axı. Məndən A-nın qiymətlərini soruşur da. Sən A-ya nə verməlisən ki, funksiya hansı formada olmalıdır ki, 3 dənə tam kök olsun? X bizi maraqlandırmır axı. Mən ilk təsdiq ki, X-ə 0 verəndə aya istənilən qiymət versəm, 0 yenə tam ədəddir. Bizi maraqlandıran X deyil axı. Bizə A-nın aldığı qiymət. Bizi A-nın aldığı qiymət maraqlıdır. Siz də onsuz 0-1-i vermədiniz sinusa. Mən X-ə vermədim A-onu. Mən qiymətlər çoxluğuna baxdım. Hədə sinus 0-ı aldığı halda, derim ya, əmsal nə olsa onsuz da 0 eləyir də. Hətta qarşıdan ilə görüşdürdü də müəllim də. Hə, İki bildim, kilosun onu başa arkada düşdüm, amma sizin izahınızın bu A-nın ala biləcəyi tam qiymətlərlə əlaqəsini qura bilmirəm. Yəni mən A-ya hansı qiymətləri verməliyəm ki, funksiya hansı formada olmalıdır ki, 3 dənə tam qiymət olsun. Onun X-in alacağı qiymətlərlə aidiyyatı yoxdur. Yəni X əslində biz orada düşünürük ki, X nə olursa olsun cavab tam olsun da, 3 dənə tam olsun.
Orada indi müxtəlif hallar var. Köklər sonsuz sayda ola bilər. Elə adicə 0,1 parçasında sonsuz sayda kök var. Onun məsələyə aidiyyatı yoxdur. Növbəti sual. 14'te məndə alınmadı. 14-ə qədər var. Xeyr. 14. İfadənin qiymətini burada necə qruplaşdıracağam bunları? Kosinus 24. 24 ilə 12-ni 48 ilə də 84-ü. Cəmin hasilə çevrilməsi düsturlarına gələr də yəqin. Kosinus Bəli, fərqdən hasilə 48. Bir də kosinus 12. 24 ilə 12 biraz yaxın oxşuyur, hə. Elə 24 ilə 12. Burada Kosinus alınıbdı yazmadı. Deyirəm. Mən əslində başdan 2-2 qruplaşdırdım, alınmadı. yazdım yoxsa? Yox, yox, ehtiyat yoxdur. Tamam. Növbəti sualımız. 16'ya bak. Orada həm də 16. nəyə baxmalısan? Ya cəmi ya fərqi eyni olsun. Ya cəmi ya fərqi. Məsələn, bunların cəmi 36-dır, bunların da fərqi 36-dır. Başa düşürdüm də birinci ilə sonuncunu, ikinci ilə üçüncünü götürəcəyimi. Növbəti sual. Məndə 16'dır. Var 16-ya qədər. Yox, Deyil. məndə 18-dir. 16 funksiyanın ən böyük qiyməti 2pi olarsa, deməli fx bərabərdir. Fx bərabərdir mütləq qiymətdə pi bölü 6 minus arc Aksin. sinus x plus a ifadəsinin maksimumu. Bunun maksimumu bərabərdir 2pi olubdur. Şərt Ən nəyə beşini. soruşur? Şərt soruşur Anladım. a parametrini tapın. Burada elə bir ki, arksinusa bir dəfə mənfi pi bölü 2, bir dəfə də müsbət pi bölü 2 kimi işləsək. Hı. Elə Oradan aksinus tapılır. funksiyasının qiymətlər çoxluğu mənfi pi bölü 2-nin pi bölü 2 parçasıdır. Bəli, aksinus Bəli. x funksiyasının qiymətlər çoxluğu mənfi pi bölü 2 ilə müsbət pi bölü 2 Bölü parçasıdır. 2 parçasıdır. Gətirib Pi bölü yerlərinə qoyub 6-dan da həmin qiymətləri çıxsa, Pi bölü 6-dan da həmin Mən- ayrı-ayrı qoyaq hesablayaq bunu. Pi bölü 6-dan bir dəfə çıxırsan, bundan gedir. üstünə də a gələndə eləməlidir 2pi. Bu a-nın Oradan A alınır. 3-də 4 pi. 3-də nə? 4 pi. 3-də Nə? 4. Bir dəfə pi düz alınmadı. hə, Dörd. anladım. Bir dəfə Başa pi deyim. bölü 2 yazanda neçə alınır? Mən çıxaq bir. Pi bölü 6 Sən- plus pi bölü 2 plus a. Bunu 3-ə vurdum. Al. Mənfi 2 pi bölü 3. 3-ə vursam 2 pi bölü 6. 2 pi bölü 3. mənfi pi. Ondan da 2. Nəsə burada mənfi olur da A-nın cavabı mən bildiyim yerə qədər. Ona görə də müsbəti götürürük. 3-də 4 pi götürürük. Bizdən a parametrini tapın deyir. Çeyrəkdən çeyrəkdə. Neçə elədi bu? Elə 6-da 3, toplayıb 6-da istəyirlər, 2, pi bölü 6-da 6-dan 2, çıxaq pi bölü 3. Pi bölü 3 qalır da burada. Pi bölü 3 üstə gəl a. Elə qalmır. İşte 6-da 2 pi qalır da 6-da 2 pi. 3-də 2 pi. Hə, də 6-da müəllim elə olur. Bilirsiniz. a nəyə bərabərdir? A yenə də 4 pi bölü 3-dür də. Hə. Yəni birində yoxlasaydıq kifayət idi. Yenə də 4 pi bölü 3-dür. Yəni cavab 4 pi bölü 3 alınır da. Növbəti Bəli, sual. müəllim. Bəs yaxşı, bunun burada deyirik, ən böyük qiyməti 2pi-dir. Ümumiyyətlə bu şəkildə verilən funksiyanın ən böyük qiymətini deməli modul biz bunu belə öyrənmişik də. Fx bərabərdir. Modulda məsələn x üstə gəl m, kənarda ya minus n ya plus n nələrsə. Bu şəkildə funksiyada da bunun ən böyük qiymətini tapıraq, ən kiçik qiymətini tapıraq elə bilin ki. Növbəti sual. 18-ə bax. 18-ə qədər yoxdursa 18-ə baxaq. 5, 9. 18. Kosinus 4x bərabərdir. M çıxış. Kosinus 2 alfadır. O da kosinus 2 alfada 2 kosinus kvadratı alfa minus 1-dir. Hadi əmsalını elə. Bildim. İkin ödəməlidir. M Bildim. çıxılsın. Oradan M-i 5. Bilirəm. Başa düşdüm. Eyniliyə əsasən m üstə gəl n cəminin ən kiçik qiymətini tapın. Bunun ən kiçik qiymətini. Başa düşdüm müəllim, ehtiyac yoxdur. Standart olur. M. N müxtəlif qiyməti alır. Hə, nə tər həll elədiniz deyirsiniz?
Kosinüs 2 Eyni alfa, mi? 2 kosinüs kvadratı alfa minus 1 də dərəcənin azaltma düsturunu. 2 kosinüs kvadratı burada 2x olacaq da bu ilə. Hı. Bəli, minus 1. Bərabərdir. Bunları da bərabərləşdirib tapacam da nələrsə. Ha, Bəli, bəli. arqumentləri Amma orada bərabərləşdirəcəm. modul da var da, o müxtəlif hallar çətinlik törətməyəcək ki. Sinüs minus Yo, yo, yo. 11'yi. Bilirəm. M-in 5 olduğu dəqiqdir. Bəli. Ən kiçik qiyməti tapmalıyam da. 2 dənə hal var, onun M-də içindən ən kiçiyi soruşarsın. M-də Tapasın. 11-dir də, amma modulda. Modulda n çıx 9 özü 2-yə bərabərdir. Modulda n bərabərdir 11-dir. Cəmin ən kiçik Hə. istəyirsənsə n-ə -11 verəcəm. Hı. Bəli. Bunların cəmi olacaq Beşdən 11 -6 olur, nə toplayacaq, hə, olur? -6. -6. Tamam, növbəti sualımız. Misala baxırsan qorxulu görsən, amma çətin deyil əslində. Hə, bildim. Test Keçən növbət. 10'da 4. sualdadır məndə sualım. Test 10'da 4. Bəli. Test Əslində yazmışam da. Şurası 2 üstü n minus 1'dir, yoxsa 2 üstü n. Biraz orasına bir izah versəz. 2'nin üstünde n çıx 1 2 n yazıb olmalı. orada. Nə yazıb orada? Sinus x. Ən sonda 2 n minus 1'dir. Deməli mən onu 2-yə vurmalıyam ki, düstur olsun da o. Bəli. Həm yuxarı həm də aşağı 2'ye bölürəm. Kosinüs x vuraq kosinüs toplam sağlığından da indi ümumiləşdirmək lazımdır ona. Vuraq kosinüs 4x vuraq və sair kosinüs 2 üstü n çıx 1x bərabərdir. Deməli mən bunun əvvəlində həm 2-yə vurum, həm də 2-də 1-ə vurum. Həm 2-yə vururam, həm də 2-də 1-ə vururam. 2-yə ona görə vururam ki, bu düstur olur. Bəli. Bu olur sinus 2x. Sinüs 2x, hə. Təzədən yenə 2-də 1-ə vurmalıyam, 2-yə vurmalıyam. Amma bu addımların sayı bura qədər gəlməlidir. Addımların sayı nə qədər olacaq? Elə mən də orada qaldım. Neçə dəfə? Neçə N dənə dəfə 2-də 1, çəkdim. 2-də 1? Cavab ya A olar ya da B olar da. İndi onun hansıdır? B. B. Daxildir. Hə, mən də A-da qaldım. Mən A-da yox, mən D-də qaldım. Dedi Bax niyə? burada, 2 bax üstü n minus burada 1. qulaq asırsınız mənə. Deməli, misalın əvvəlində sinus x-dir. Kosinus x-dir. Burada 1x-dir. Bir dənə 2-də 1 buna görə gəlir. Hı hı. Sonra burada 2x alınanda, sinus 2x alınanda bir dənə 2-də 1 də ona görə gəlir. Yəni mən başa düşürəm ki, bu sinus üstündə n, sinus 2-nin üstündə n çıx 1 alınana qədər, n çıx 1 alınana qədər 2-də 1'lərin sayı elə bunun özü qədər olacaq. Adı şey, Bax 2x olması üçün 2 dənə 2-də 1 lazım idi. 2n minus 1, 2 üstü n çıx 1x olması üçün 2-də 1'in də sayı n çıx 1 olmalıdır da. Hı hı. Düzdür? Ha. Bir də bunu 2-də 1'ə vuracam, həm də 2-yə vuracam ki, bunlar da mənə düstur versin. Bir də 2-də 1'ə vuranda üstlər toplam 2-də 1 üstü. Bir dəqiqə, burada 2-də 1. Hədə bu da məxrəcə düşəcək, 2-nin üstü n olacaq. hə. Bəli. Sonda elə bir ki, Məşədə ikindən xanım, başa bilmirəm. düşdünüz niyə görə n olur? Yəni o ifadəni hər dəfə 2 üstü n-ə vurub bölsək, hər mərhələdə də 2 qat bucaq düsturunu tətbiq eləsək, gəlir ona çıxır da. Riyazi induksiya ilə də baxa bilərsiniz buna. Ola bilər ki, n-lə başa düşmürsünüz. Riyazi induksiya üsulunu bilirsinizsə, riyazi induksiya. Hətta bir neçə addımdan yoxlayaq. Bir addıma bax, 2 addıma bax, 3 addıma bax, axırı burada bunu ümumiləşdirib deyəsən də nəticəni. Biz Növbəti- axırı nəzərə almamışıq. Axırda da 2'ye vurmalıyam ki, mən düstura bir dəfəlik gəlsin, bir dənə olsun. Biz onu eləməmişik. Ev olmaz. Növbəti sualınız. Növbəti sual. Onda 7 var məndə. Nəticə boş qoymuşam. Var 7-yə qədər kiminsə sualı? Yox, məndə bir sual, hə, o ikide var. Yoldaşlar, saniyələr qalıbdı. Mən onu yazana qədər zon bizə atacaq. 10 dəqiqə dincəlirik, yeni link göndərirəm. Oldu mənim.